Birbaşa məsumun özündən istəmək olar, ya yox? Birbaşa Əlidən istəyirəm. Ya Əli, Allaha xatir mənə kömək ol. Yox, Əlinin özündən istəyirəm. Birbaşa özündən. Olar, olmaz, bəli, olar. Subhanallah, estağfirullah, haşakələ, estağfirullah. Əlbəttə ki, olmaz. Zümer suresi 64-cü ayət. De, mənə Allahdan başqasına ibadət etməmimi əmr edirsiniz, ey cahillər. Yəni, qardaşlarım, bu şirkdir. Şirk, Allahla yanaşı hər hansı bir ibadətimizdə Allaha yox da başqasına ibadət etməkdir. Bunu keçən videolarımızda açıqladıq, elhamdülillah. Və bu, duadır. Dua nədir? Dua ibadətdir. Əgər yalnız Allaha dua etsəm, o zaman ibadət olur. Allahdan qeyrisinə dua etsəm, o zaman şirk olur. Cin surəsinin 20-ci ayətində Allah Azze ve Celle bize açıqlayır ki, de, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Nə anladıq? Yalnız Allaha dua etmək Allaha şərik qoşmamaqdır. Amma yalnız Allaha dua etmək Allaha şərik qoşmaqdır. Və qardaşlarım, Ğafir surəsi 60-cı ayətdə Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyi təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Nə anladıq? Yalnız Allaha dua etməliyik. Allaha dua etsək cəhənnəmə girmirik. Amma ayətə görə nə anladıq? Yalnız Allaha dua etməyənlər təkəbbürlük edənlər olur. Təkəbbürlük edənlər hara girir? Cəhənnəmə girir, qardaş. Nəml surəsi 62-ci ayə. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri qovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbud mu var? Siz necə də az düşünürsünüz? Nəml surəsi 64-cü ayət. Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbud mu var? De, əgər doğru deyirsinizsə, dəlilinizi gətirin. Yəni, subhanallah, bu günlər biz deyəndə ki, yalnız Allaha dua ilə, ona ibadət olunan heç kəsə şərik qoşma, imamlardan istəmə, peyğəmbərdən istəmə, deyirsən vahabisən, sən əhl-i beyt düşmənsən, niyə yəni, nə alakası var? Quran-ı Kərimdə nə yazılıbsa onu deyirik, məgər başqa şey deyirik, məgər İmam Əlinin demədiyi bir şey deyirik, məgər Muhammed sallallahu aleyhi və səlləmin etmədiyi bir şey etmənizi mi əmr edirik, etmədiyi bir şeyi etmənizi mi deyirik sizə, subhanallah. Baxın, gözəl qardaşlar, Əl-Həcc surəsi 12-ci ayətdə Allah Azze ve Celle buyurur ki, o Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur. Yunus surəsi 106-cı ayət. Allahı qoyub sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalimlardan olarsan. Baxın, qardaşlarım, Ərəb surəsi 197-ci ayət. Ondan sayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər. Subhanallah, Ərəb surəsi 194-cü ayət. Allahdan sayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Bu günlər biz ya imam, ya filan kəs desək, bizə cavab verə bilirlərmi, qardaş? Verə bilmirlər. Allah deyir ki, sənin kimi quldur deyir. Sənin kimi quldur. Çağırsan, sən də cavab verə bilmirlər deyir. Biz yenə dirəşib deyir ki, yox, cavab verə bilər, amma eşitmirik, qardaş, subhanallah. Və bizə bu günlər bəzi insanlar stad gətirib deyirlər ki, bəs nəyə görə o zaman həkimə gedirsən, Allahdan şifa istəmirsən? Bu, İslama yanaşmaqda problem var, qardaş. Kim İslama necə yanaşarsa, o cür anlayar. Kim İslama necə yanaşarsa, o cürdə yaşayar. Həkim diridir. Həkimin əlində aparatları var. Mən həkimə desəm ki, həkim, mənim buram ağrıyır, qalxır mənim burama baxa biləcək. Amma imamın yanına gelib desən ki, mənim buram ağrıyır, heç nə baxa bilmir. Qalxır, baxır mı, qardaş? Baxmır. Həkimdən mən bir stəkan su istəsəm, mənə qalxıb o suyu verə bilir. İmamın qəbrinə gedib mən ondan bir stəkan su istəsəm, mənə suyu verə bilirmi? Verə bilmir, qardaş. Yəni, bu hansı məntiqə sıxır? Baxın. Fəth surəsi 14-cü ayət. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər. Eşitsələr də cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz. Baxın, qardaşlarım, Rad surəsi 14-cü ayət. Haqq çağırış yalnız onadır. Müşriklərin ondan başqa çağırdıqları isə onlara heç bir şeylə cavab vermirlər, deyir, subhanallah. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovucunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuculayıb içməyincə su onun ağzına çatan değildir. Doğrusu kafirlərin duası azınlıqdan başqa bir şey değildir. Burada bu duayı Allah'tan başqasına olan duayı Allah Azze ve Celle müşriklərin duası adlandırır. Bu nəyə bənzəyir? Bu ayda nə anladıq, qardaş? Bulağın yanındasan, bulaqdan su axır və aşağıdan ovucunu belə tutub gözləyirsən ki, ovucun suyla dolusun, sən də o suyu içəsən. Yəni, subhanallah, Allah'tan başqasına dua etmək budur. Sən ona dua edirsən və gözləyirsən ki, duaların qəbul etsin. Amma boş, necə ki, o bulaqdakı axan su ovucuna dolmayacaq, yerdən axıb gedəcək, eyni şəkildə Allah'tan başqasına elədiyin dua da qəbul olmayacaq. Bu müşriklərin adətidir. Yəni, bu əməldən tərk edin. Baxın, qardaşlarım,
Əhqab surəsi 5-ci ayətdə Allahı qoyub qiyamət gününə qədər özünə cavab verə bilməyən və dualarından xəbərsiz olanlara sitayiş edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər? Yunus surəsi 18-ci ayət. Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və onlar Allah dərgahında bizim şəfaətçimizdir deyirlər. Deyil. Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeymi xəbər verirsiniz? Allah onların qoşduqları şəriklərdən uzaqdır. Subhanallah. Nəhl surəsi 20-ci ayət. Allahı qoyub ibadət etdikləri heç bir şey yarada bilməzlər. Axı onlar özləri yaradılmışlar. Ölüdürlər və diri deyirlər və nə vaxt diriləcəklərini də bilmirlər. Ali İmran surəsi 150-ci ayət. Xeyr, Allah sizin himayədarınızdır. O kömək edənlərin ən yaxşısıdır. Qardaşlarım, Allah Azza və Cəllə bütün ayələrdə deyir ki, yalnız mənə qayıt. Ən önəmlisini də bilirsinizmi? Hər gün 5 vakit namazda oxuduğumuz Fatiha surəsi ki var. Bunu çox adam dərk eləmir. İyyəkə nə'budu və iyyəkə nə'stəin. Yalnız sənə dua edir, yəni yalnız sənə ibadət edirik və yalnız səndən istəyirik. Bir insan hər gün namazı deyir ki, yalnız sənə dua edir və yalnız səndən istəyirik. Bunun özü elə ibadətdir, qardaş. Yəni bu bir dənə ayət belə bəs eləyir, amma insanlar anlamırlar. Bu günləri biz deyəndə ki, yalnız Allah'a dua ilə, Allah'tan gerisinə yönəlmə deyirlər, sən vahabisən, nə alakası var, qardaş? Biz Əhl-i Beyti sevirik, biz imamları sevirik, biz Muhammed sallallahu aleyhi və səlləmə Allah'ın haqq peyğəmbər olaraq göndərdiyi, aləmlərə rəhmət olaraq göndərdiyi peyğəmbəri biz sevirik. Ona olan sevgimizi onun yolundan gedərək göstəririk. Biz İmam Əli ibn Əbu Talibi sevirik, qardaş, hansı ki İslamın 4-cü xəlifəsi yaşadığı həyatda ikən Muhammed sallallahu aleyhi və səlləmin qızı ilə evlənib, həm də Muhammed sallallahu aleyhi və səlləmin əmsi oğul olub, həm də Muhammed sallallahu aleyhi və səlləm İslam gəldikdən sonra ən balaca yaşda qəbul edən şəxs olub. Yəni qardaş, biz bunları qəbul edirik, biz bunları sevirik, subhanallah. Həsən və Hüseyin radiyallahu anhum əcməin, onları sevmirikmi? Əlbəttə ki, sevirik. Muhammed sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Həsən və Hüseyin cənnət cavanlarının ağalarıdırlar. Yəni adamlar həyatdayken cənnətlə müjdəlidir. Amma onlara olan sevgimizi, onların din olaraq etdiyi hər bir şey etməyə çalışırıq, onların din olaraq etmədiyi heç bir şey etməməyə çalışırıq, qardaş. Yəni onlar necə ibadət ediblərsə, o cür ibadət etməyə çalışırıq. Onlar ibadət olaraq nəyi etməyiblərsə, onu da etmirik. Məgər onlardan istəmək onları sevməkdir? Xeyr. Onları sevmək, onların yaşadığı kimi yaşamaqdır, qardaş. Allah Azza və Cəllə də bizdən zaten bunu tələb edir. Vəlhamdülillahi Rabbil alemin. Esselamu aleykum. Əslində deyəcəklərim çoxdur, amma düşünürəm ki, bu qədər kifayətdir. Anlayanlar anladı, anlamayanlara da Allah Azza və Cəllə hidayət versin. Bizləri də günahlarımızdan islah eyləsin. Esselamu aleykum.